Rəcəb ayının ilk gecəsi ki sabit oldu, haman gecənin şam namazından ta sübh namazına qədər qusl vermək, qusl etmək müstəhəb. Rəcəb ayının niyyəti ilə qusl eynidir. Yəni cənabət quslu olsun, heyz quslu olsun, bayram quslu olsun, Rəcəb ayının ilk gecəsinin quslu olsun, cümə quslu olsun. Qusulların keyfiyyəti dəyişmir. Niyyət nədir? Ancaq dəyişir. İnşallah yenə də Rəcəb ayının ilk gecəsində nə eləyərik? Bu gecənin, bu mübarək ayın daxil olması, hilalının daxil olması niyyəti ilə bir qusl eləmək müstəhəbdir. Ta sübh namazına qədər vaxtı var. Şam namazından, gün batandan sübh namazına qədər vaxtı var. Peyğəmbər sallallahu aleyhi və səlləm gözəl bir söz deyir. Mən ədrəkə şəhrə rəcəb fəğtəsələ fi əvvəlihi və əvsatihi və axirihi xərəcə min dunubihi kəyevmin vələdəthu ummuh. Kim Rəcəb ayına daxil olsa, onun ilk gecəsi, onun ortancıl gecəsi, yəni 15-ci gecə və onun sonuncu gecəsi qusl etsə, o öz günahlarından dünyaya gəldiyi gün kimi hamısından çıxmış olur. Allah onun günahlarını necə ki quslunu verir, o qusl suyu onun bədənini təmizləyir, Allah da onun mənəvi aləmini elə bil ki, bugün doğulmuş insan kimi onu edir. Təbii ki, yenə də deyirəm, elə boş qusl insanın bütün günahlarını bağışlasaydı bizim nə dərdimiz, nə qəmimiz var idi. Təbii digər əməllərə diqqət eləsək.